Xalq artisti Brilliant Dadaşova canlı yayımda səsləndirdiyi açıqlamalarla diqqət mərkəzinə düşüb. Publika Az Milli Aza istinadla xəbər verir ki, müğənni çıxışı zamanı küsülü olduğu həmkarları mərhum xalq artisti İlhamə Quliyeva və Naspəri Dostəliyeva ilə bağlı sensasiyalı iddialar səsləndirib. Brilliant Dadaşovanın sözlərinə görə, bir vaxtlar aparıcı Tarix Əliyev ona zəng edərək İlhamə Quliyevanın oğlunun toyuna dəvət olunduğunu bildirib. Sənətçi isə bu dəvəti qəbul etmədiyini qeyd edib. Onun sözlərinə görə həmin dövrdə İlhamə Quliyeva ilə münasibətləri gərgin olub və onun haqqında səsləndirilən fikirlərə görə toya qatılmağı uyğun saymayıb. Dadaşova həmçinin bildirib ki, daha sonra Tolik vasitəsilə İlhamə Quliyeva onunla danışmaq istədiyini çatdırıb. İfaçının sözlərinə görə, bu təklif Naspəri Dostəliyeva ilə yaşanan qalmaqal fonunda edilib və ondan birlikdə Naspəri Dostəliyevaya qarşı addım atmaq istənilib. Lakin Brilliant Dadaşova bu təklifi qəti şəkildə rədd etdiyini deyib. Müğənni əlavə edib ki, Naspəri Dostəliyevanın vaxtilə onun haqqında səsləndirdiyi bəzi fikirlər, xüsusilə ailəsi ilə bağlı dedikləri onu ciddi şəkildə incidib. Deyib ki, anasının məzarını tanımır. İnsanı belə yaralı yeri ilə vurmaq nədir? Onun sözlərinə görə, bu səbəbdən qarşı tərəflə münasibətləri daha da gərginləşib. Səsləndirilən bu açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.